Sonra da deyirik, fırtınalar hardan gəlir, qiyamət niyə qopur? Hər an sinəmdən milyon insan nəfəsi keçir. Birinin ölüm ayağında fəryadı, birinin məhəbbət nəğməsi keçir. Suda boğulan balıqların fəryadı var. Havada havasızlıqdan boğulanların uydurma bir xəstəlik adı var. Evində 500 kanalı tutan televizor, qarşısında 3 növ mobil telefon, notebook, internet. İşin zor gedir, zor. Xanımının, balalarının duyğusuna yadsan. Elə bilirsən xoşbəxtsən, hər şeydən azadsan. Əslində, yaşadığın bu xaosun içində sən heç zadsan. Hamımız sərnişinik bu səyyarədə. Bu səyyarə də bir təyyarədir. Havasının, suyunun qərəli var. Hər kəsin öz yeri, insan sayının qərəli var. Bir siqar tüstünün hamıya zərəri var. Hələ gediləcək uzun yol, uzun zaman var. Ey, hələ bizdən sonra da dünyaya gələcək insan, insan, insan var. Dayanın, oyanın. Gələcək nəsillər hardan biləcək, suyumuz su olmayıb, havamız hava olmayıb, insan robot olmayıb, müqəvva olmayıb.